Salam uşaqlar, indi isə ikinci bölmənin ikinci mövzusu olan sürət mövzusuna aid çalışmaları iş dəftərinizdən izah edirəm. 1 nömrəli çalışmanın şərtini oxuyuram. Gedilən yolun bu yola sərf olunan zamana nisbətinə bərabər olan kəmiyyət necə adlanır? Gedilən yolu L hərfi ilə işarə etmişdik. Bu yolun qət etməsinə sərf olunan zamana nisbəti L bölünsün T-ni verər. Bu isə sürəti verirdi. Ona görə də biz buraya yazacağıq yola görə sürət. Çünki yoldan bəhs edir. Bir də yer dəyişməyə görə sürət var idi. Ona görə də bunlar bir-birindən fərqləndirmək lazımdır. Buna yazacağıq yola görə sürət. Yola görə sürət. Davam edək. Növbəti çalışmamız. Yer dəyişmənin bu yer dəyişməyə sərf olunan zamana nisbətinə bərabər olan kəmiyyət. Bu da yer dəyişməyə görə sürət adlanır. Eyni şəkildə yer dəyişmənin zamana nisbəti bizə yer dəyişməyə görə sürəti verər. Yer dəyişmə vektorial olduğu üçün yer dəyişməyə görə sürət də vektorial kəmiyyət olacaqdır. Buraya da yazarıq. Yer dəyişməyə görə sürət. Yer dəyişməyə görə sürət. Davam edirəm. Üçüncü çalışma. BS-də yola görə sürətin vahidi aşağıdakilərdən hansıdır? BS-də vahid əsas vahidlər ilə ifadə olunmalıdır. Bu da metr böl saniyədir. Bunda doğru cavabımız metr bölünsün saniyə olar. Davam edək. Növbəti çalışmamız 4-cü çalışmadır. Avstraliyada yaşayan kenqurular 30 dəqiqə ərzində 18 kilometr məsafə qət edə bilirlər. Onların yola görə sürətini hesabla. Cavabı BS-də əsas vahidlərlə ifadə et deyir. Bu hissəni bu şəkildə köçürdək yuxarı. Bu hissə bizə lazım deyil. Hələ ki bu hissəni silək. Sonra oraya baxalım. Deməli 30 dəqiqə ərzində 18 kilometr məsafə qət edə bilirlər. Onda bunların sürətini hesablamaq üçün V bərabərdir. L bölünsün T yazarıq. L'imiz 18 kilometrdir. Getdiyi yol 18 kilometr. Sərf olunan zaman isə, yəni T-nin yerinə də biz 30 dəqiqə yazarıq. Lakin fikir versəniz, bizdə BS-də əsas vahidlərlə ifadə tələb olunur. Onda kilometr metrə çevirəcəyik, dəqiqəni də saniyəyə. 18 əmsalını saxlayıram. Hər kilometrimiz 1000 metrdir. Doğrulsun 1000 metr yazıram. 30 da əmsaldır, saxlayıram. Hər dəqiqəmiz də 60 saniyədir. Bərabər edər. Buradan 2 0. Buradan da 2 0 ataram. Qalır 180 bölünsün 18. O da bərabər edər 10 metr böl saniyə. Çünki son ifadəni metr böl saniyə ilə tapmış olduq. Davam edək. Bu hissəni silərəm. Bunu həll etdik. Deməli, burada cavabımız elədir. 10 metr bölünsün saniyə. Növbəti çalışmamız 5 nömrəli çalışmadır. Yuvasından ov üçün uçan qartal müəyyən müddətdən sonra yuvasına döndü. Onun yer dəyişməyə görə sürətini tap. Yer dəyişməyə görə sürət V bərabərdir. S bölünsün T. Yəni yer dəyişmənin həmin yer dəyişməni qət etməsi üçün sərf olunan zamana nisbəti ilə ölçülür. Hər hansı bir cisim hərəkətə başladığı yerə geri qayıdarsa, onda onun yer dəyişməsi olar sıfıra bərabər. Zamanımız neçə olursa olsun, yer dəyişməmiz sıfıra bərabər olur. Onda yer dəyişməyə görə sürət də sıfır olur. Amma bunu unutmamaq lazımdır ki, yola görə sürət əgər cisim hərəkət edirsə, heç vaxt sıfıra bərabər olmaz. Davam edək. Növbəti çalışmamız 6 nömrəli çalışmadır. Euler-Venn diaqramında uyğun bəndləri seç. Birinci, həm ədədi qiyməti, həm də istiqaməti var. Əlbəttə ki, yer dəyişmənin istiqaməti olduğu kimi, yer dəyişməyə görə sürətin də istiqaməti var. Yolun istiqaməti olmadığı kimi, yola görə sürətin də istiqaməti yoxdur. Ona görə də birinci gedər 2-yə. Sonra
yalnız ədədi qiyməti var. Yalnız ədədi qiyməti yolda idi. Ona görə yola görə sürətdə də yalnız ədədi qiymət olar. 2-ni də 1-ə yazarıq. 3. BST vahidi metr böl saniyedir. Hər ikisində. Bunu ortaya yazarıq. 4. Vahid zamanda gedilən yoldur. Vahid zamanda gedilən yol yola görə sürətdir. 4-ü buraya yazarıq. 5-i də oxuyuram. Vahid zamanda edilən yer dəyişmədir. Vahid zamanda edilən yer dəyişməyə görə sürət olaraq götürülə bilər. 5-i də buraya yazaram. Çalışma 7-ni oxuyuram. Aşağıda verilənlərdən doğru olanları seç. Hərəkət zamanı yola görə sürət azala bilər. Xeyr, yol azalmadığı üçün yola görə sürət də azalmaz. Bu getdi. İkinci, yola görə sürət azala bilməz. Bəli, bu doğru bənddir. Bunu doğru olaraq qeyd edəcəyik. 3. Yer dəyişməyə görə sürət azala bilər. Bəli, yer dəyişmə azaldığı üçün yer dəyişməyə görə sürət də azala bilər. 4. Yer dəyişməyə görə sürət azala bilməz. Azala bilər dedik yuxarıda. Onda bu səhvdir. 5. Yer dəyişməyə görə sürət 0 ola bilər. Bəli, yer dəyişmə 0 olduğu üçün yer dəyişməyə görə sürət də 0 ola bilər. Bu da doğrudur. Davam edək. Növbəti çalışmamız 8 nömrəli çalışmadır. 8-ci çalışmada sxemi tamamlayın deyir. Yer dəyişməyə görə sürət yazılıb aşağıda. Yuxarıda elə bir fiziki kəmiyyət yazmalıyıq ki, hər ikisinin vahidi eyni olsun. Görürsünüz ki, vahidi eynidir. Yer dəyişməyə görə sürət bilirsiniz ki, metr böl saniyədir. Bu vahid bir də yola görə sürət də eyni idi. Onu buraya biz yola görə sürət yazarıq. Bu xanalarda isə fiziki kəmiyyətlərin skalyar və yaxud vektorial olduğunu yazmalıyıq. Yola görə sürətimiz skalyar kəmiyyətdir. Yer dəyişməyə görə sürət isə vektorial kəmiyyətdir. Onda buraya biz yazırıq vektorial kəmiyyət. Vektorial kəmiyyətdir. Davam edək. Növbəti çalışma 9 nömrəli çalışmadır. Motosikletçi sxemdə göstərildiyi kimi M nöqtəsindən N nöqtəsinə 2 dəqiqə ərzində gəlir. Onun yer dəyişməyə görə sürətini tap və istiqamətini sxemdə göstər. M nöqtəsindən hərəkət edən cisim bu göstərilən trayektoriya boyunca gəlir N nöqtəsinə. Onun yer dəyişməyə görə sürətini tapmalıyıq və istiqamətini sxemdə göstərməliyik. Yer dəyişmə nəyə demişdik? Biz yer dəyişmə trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düzxət parçası idi. Bu bizim yer dəyişməmizdir. Yer dəyişməmiz bu istiqamətdə yönəlibsə, yer dəyişməyə görə sürət də o istiqamətdə yönələr. Onun qiymətini isə belə taparıq. V bərabərdir S bölünsün T. O da bərabərdir. Trayektoriyanın formasından asılı olmayaraq yer dəyişmə başlanğıc və son nöqtələrini birləşdirən bu düz xətt olduğundan onun uzunluğu 1200 metrdir. Onu buraya yer dəyişmənin yerinə 1200 metr yazıram. Kəsin məxrəcində zaman var. Zamanımız isə bizə şərtdə göstərilib 2 dəqiqədir. Onda biz oraya da 2 dəqiqə yazarıq. Yuxarıdakı metr idi. Biz bu ifadəni metr böl saniyə ilə ifadə etməyə çalışaq. Bu ifadəni əsas vahidlər ilə ifadə edək. Onda yuxarıda 1200 metr, aşağıda isə 2 vurulsun. Hər dəqiqəmiz 60 saniyədir. O da bərabər edər. 1-0 yuxarıdan, 1-0 aşağıdan atarıq. 120 böl 12 isə 10 metr böl saniyəyə bərabər qalar. Davam edək. 10 nömrəli çalışmaya baxaq. Avtomobil şəkildə göstərilmiş trayektoriya ilə hərəkət edib, onun yer dəyişməyə görə sürətinin ədədi qiyməti yola görə sürətindən böyükdür, yoxsa kiçikdir? Əlbəttə ki, cismin getdiyi yol həmişə yer dəyişmədən ya böyük, ya da ona bərabər ola bilər. Amma heç vaxt ondan kiçik ola bilməz. Ona görə də yer dəyişməyə görə sürətin ədədi qiyməti yola görə sürətindən böyük ola bilməz. Ya kiçikdir, ya da ona bərabərdir. Əgər düz xətli hərəkət edərsə bərabər olur. Amma biz görürük ki, bizim hərəkət trayektoriyamız əyri xəttir. Ona görə də bunun yer dəyişməsi, bax bu yer dəyişməmiz getdiyi
bu trayektoriya xəttinin uzunluğundan, yəni yoldan kiçik olar. Ona görə də yer dəyişməyə görə sürət də yola görə sürətdən kiçik olar. Doğru cavab bu halda kiçikdir qəti olaraq. Çünki burada trayektoriyamız düz xətt olmadığı üçün bu hissəni artıq silə bilərik. Gedilən yol yer dəyişmədən böyükdür. Yola görə sürət də yer dəyişməyə görə sürətdən böyükdür. Davam edək. Növbəti çalışma 11 nömrəli çalışmadır. Verilmiş söz və ifadələrdən istifadə edərək mətni tamamla deyir. Oxuyaq. Hərəkət edən cismin sıfır ola bilər. Nəyi sıfır ola bilər? 1. Yer dəyişməsi sıfır ola bilər. Yer dəyişməsi sıfırdırsa, yer dəyişməyə görə sürət də sıfır ola bilər. Burada yer dəyişmə axtarıram yoxdur. Yer dəyişməyə görə sürət var. O zaman onu yazarım. Burada qeyd edirəm. Yer dəyişməyə görə sürət sıfır ola bilər. Davam edək. Hərəkət zamanı sıfıra bərabər ola bilməz. Nə? Yol sıfıra bərabər ola bilməz. Bir də yola görə sürət sıfıra bərabər ola bilməz. Onu da buraya biz yazırıq. Yola görə sürət sıfır olmaz. Davam edək. Yola görə sürət necə kəmiyyətdir? Skalyar və vektorial kəmiyyətlərdən yəqin ki bəhs edir. Biz buraya skalyar yazarıq. Çünki gedilən yol da skalyar idi. Skalyar kəmiyyətdir. Yer dəyişməyə görə sürət isə vektorial kəmiyyətdir. Buraya da biz vektorial yazırıq. Davam edək. Yola görə sürət yer dəyişməyə görə sürətin ədədi qiymətindən heç vaxt kiçik ola bilməz. Bunu yuxarıda da qeyd etdik. Kiçik olmur və yaxud da ola bilməz. Davam edək. Növbəti çalışmamız 12 nömrəli çalışmadır. Aşağıdakı kəmiyyətlərdən hansı sıfır olduqda cismin hərəkət etmədiyini demək olar? Cavabı əsaslandırır. Yola görə sürət, yer dəyişməyə görə sürət. Yer dəyişməyə görə sürət sıfır olarsa, biz deyə bilmərik ki, cisim hərəkət etmir. Çünki cisim hərəkət edərək, məsələn, fərz edin ki, cisim A nöqtəsindən hərəkət edir, müəyyən trayektoriya cızıb, yenidən A nöqtəsinə geri qayıdarsa, yer dəyişməsi sıfır ola bilər. Amma biz cismin hərəkət etmədiyini deyə bilərik mi? Xeyr. Ona görə də yola görə sürət. Çünki yol sıfır ola bilmədiyi üçün yola görə sürət də sıfır ola bilməz. Əgər cisim hərəkət edirsə. Bu doğru cavab A bəndi olar, B bəndi isə yanlış cavab olar. Davam edək. Bu hissəni silirəm. Çalışma 13. Hərəkət trayektoriyasının hansı formasında yer dəyişməyə görə sürətin ədədi qiyməti yola görə sürətə bərabərdir? Əgər cisim müəyyən A nöqtəsindən hər hansı bir B nöqtəsinə düzxətli hərəkət edərsə, bu şəkildə və istiqamətini dəyişməzsə, onda gedilən yol yer dəyişməyə bərabər olar. Belə olan halda biz deyirik ki, trayektoriyanın düzxətli istiqamətini dəyişməyən formasında gedilən yol yer dəyişməyə bərabər olar. Bu qədər. Sağ olun.